Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub, videonu bəyənməyi unutmayın. Pensiya alan vətəndaşlar üçün sevindirici xəbər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayı üzrə pensiya ödənişlərinin verilməsinə başlanılıb. Bu xəbər minlərlə pensiyaçı üçün böyük əhəmiyyət daşıyır. Çünki hər ay olduğu kimi, bu ayda pensiya ödənişlərinin vaxtında həyata keçirilməsi vətəndaşların sosial rifahının təmin olunmasına xidmət edir. Məlumata görə, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə yaşayan pensiyaçıların iyun ayına aid pensiyaları artıq ödənilib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların da bu ay üzrə ödənişləri tam şəkildə yekunlaşdırılıb. Beləliklə, adı çəkilən bölgələrdə yaşayan vətəndaşlar öz pensiyalarını əldə edə bilərlər. Mütəxəssislər bildirirlər ki, pensiyaların vaxtında ödənilməsi sosial müdafiə sisteminin ən vacib istiqamətlərindən biridir. Xüsusilə yaşlı insanların gündəlik tələbatlarının qarşılanması, dərman və müalicə xərclərinin ödənilməsi, eləcə də ailə büdcəsinin qorunması baxımından pensiya ödənişləri mühüm rol oynayır. Nazirliyin yaydığı məlumata əsasən, Respublikanın digər şəhər və rayonlarında yaşayan pensiyaçıların da ödənişləri müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçiriləcək. Eyni zamanda, güzəştli şərtlərlə pensiya almaq hüququna malik olan şəxslərin də ödənişləri qrafik üzrə təqdim olunacaq. Bu səbəbdən həmin kateqoriyaya aid vətəndaşların narahat olmasına ehtiyac yoxdur. Son illər ölkədə sosial müdafiə sahəsində həyata keçirilən islahatlar nəticəsində pensiya və sosial ödənişlərin daha operativ və şəffaf şəkildə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Elektron xidmətlərin genişləndirilməsi, ödəniş sistemlərinin müasirləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması bu sahədə görülən işlərin əsas istiqamətlərindən hesab olunur. Ekspertlərin fikrincə, pensiya ödənişlərinin vaxtında həyata keçirilməsi dövlətin sosial siyasətinin vacib hissəsidir. Bu, xüsusilə yaşlı insanların sosial təminatının gücləndirilməsi və onların həyat səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır. Vətəndaşlara tövsiyə olunur ki, pensiya ödənişləri ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən izləsinlər və yayılan qeyri-dəqiq xəbərlərə etibar etməsinlər. Rəsmi qurumlar tərəfindən təqdim edilən məlumatlar ən etibarlı informasiya mənbəyi hesab olunur. Beləliklə, iyun ayı üzrə pensiya ödənişlərinin verilməsi mərhələli şəkildə davam edir. Bir sıra bölgələrdə ödənişlər artıq tamamlanıb. Digər bölgələrdə isə müəyyən olunmuş qrafik əsasında həyata keçiriləcək. Pensiya alan vətəndaşlar yaxın günlərdə öz ödənişlərini əldə edə biləcəklər. Ən son sosial xəbərlər, pensiyalar, müavinətlər və digər vacib məlumatlar barədə yenilikləri izləmək üçün kanalımızı izləməyi unutmayın.